Ramazan şərif ayında urazа tutqan vaqtını urazалы kiliş, tabiblarga mərəcəğət etü, həm indi analizlar berü, əlbəttə rəxsət etilə, lakin bunu uylarga kirək, anlarga kirək, ol analizlar nindi, nişik birilgənin anlarga kirək. Əgər də biz qan analizi, yeysə indi bəvil, yeysə indi sidik analizların birəbiz ikən, onlarını təgə idə alıp, məsələn, sidik bəvil analizların idə alıp barıb tapşırabız ikən, indi qanını tabiblar alalar ikən, ol vaqtını rəxsət etilə, ol vaqtına bir nindi də ziyanı yok inşallah. Indi aş qazanına kirib alınatırğan analizlar bolsa, ol vaqtını əlbəttə onlar urazanı bızırğa mümkünlər. Çünki aş qazanına onlar türlü sıyıqşalar qoşub dibəytik indi kirtələ ikən, analizlar alına ikən, ol vaqtda indi əlbəttə uraza bızılırğa mümkün. Indi tabiblarga baro görünü, yeysə indi təninin dışqı yağından qına indidir uzilər, yeysə indi organlarımızını qaratu, şəriət boyunca əlbəttə qarşılıq bir indi də yok inşallah. İndi organizmga kirətirğan, məsələn, ukullarını alsaq, yeysə indi indidir tabletkalar qababız ikən, ol vaqtda şuşu tabletkalar işiyimiz, həm indi türlü ukullar qadavımız urazanı bızarğa mümkün. Şuna görə hər birimiz də sələmətligimizni Ramazan ayına qədər qarasaq idi. Ramazan ayına qədər qarab, Ramazan ayına kirəm, uraza ayında, şərif Ramazan ayında min uraza tutarğa əzir mikən deyib, aldan ok, əgər də tabiblardan bilişkən bulsaq, ilimlərindən шығıb anlatırlar idi. Ramazan ayına bizim sələmətligimiz əzirmi, yokmu, biz uraza tutsaq, bizə avurğa turu kilməgənligin anlatırlar idi. Şuna görə əziz din qardaşlarım, şərif Ramazan ayında əgər də sələmətligimizə avurluq kilə ikən, sələmətligimiz qoqşarğa mümkün ikən, əgər də uraza tutqandan sonra bizning sələmətligimiz tağında naşarayıb, biz avur xəlqə qalğanımızı əgər aldan biləbiz ikən, urazanını cəməqət qazağa qaldırıq. Sələmət vaqtda, sələmətləngəndən sın tutarbız. Əgər də indi sələmətlənganimizni bilməyimiz ikən, biz ol vaqtını cəməqət fidiyyə sadaqalarını tapşırıb, Allah tələ rizalığı için deyib sadaqalar tapşırıb, həm indi urazabızını tutmasaq da inşallah, çünki sələmətligimiz qoqşav səbəblə tutmayız. Allah tələ inşallah qafu qılışı, Allah tələ qafulardan qılır. Əssəlamu aleyküm və rəhmətullahi və bərəkətuh.